Salam dəyərli izləyicilərim, mən Rəqsiz Əşyan Usta yenə sizinləyəm. Bu günləri sizinlə Çanqan Unizeni paylaşacağım. Çünki maşının arxa-arxaya verəndə maşın xanıma məxsusdur. Yəni prosta sadəcə olaraq burada yəni maşına yox, betona dəyib, beton üstünə dəyib. Burada bu hissədə əzik var idi və bu kant da itmişdi. Həmin ki bu müsaadenizlə sizə göstərəcəm. Burada yəni yüngül belə kant gedir. Bu hissədə də yəni o kant itmişdi. Bu hissə demək olar ki, belə deyək, bir 10 sm içəridə idi. Bunu yəni dəmirçi işləyib sağ olsun, əla bir vəziyyətə gətirib, ideal bir vəziyyətə gətirib. Heç bir qüsuru yoxdur. Sadəcə olaraq mənim öhdəmə qalıb ki, mən bunu işləyim, kraskalayım. İçəri tərəflərdə elə bir zədələr yoxdur. Çünki içəri tərəflər hamısı normaldır, qaydasındadır. Heç bir qüsur zad yoxdur. Sadəcə olaraq üstdən, yəni toxunub üstdən belə deyək, əzilib. Dəmirçi də sağ olsun, yəni bunu çıxardıb, düzəldib, əla bir vəziyyətə gətirib. Burada mən plastik şpaklovkadan istifadə eləmişəm. Amma burada isə alüminium şpaklovkadan istifadə edəcəm. Çünki detal olduğuna görə bacardığım qədər çalışacağım ki, bütöv detalı kraskalamayacağım. Yarıya qədər kraskanı gətirib və lakını bu hissəyə qədər gətirəcəm ki, belə deyək, sok detal vuracam və perixodu nömrənin qutaracağına qədər gətirəcəm dəyərli izləyicilər. İnşallah bunları mən sizə etap-etap çəkib göstərəcəm. Bunu sizə göstərdim ki, yəni bu hissələr yəni döyünüb, düzəlib. Belə maşında vizual olaraq heç bir qüsur yoxdur. Çünki təzə maşındır. Əks tərəfdə də heç bir şey yoxdur. Sadəcə olaraq maşında qüsur burdandır. Arxa-arxaya veriləndə bu dediyim kimi beton sütuna dəyib, toxunub beton sütuna. Belə bu qədər. Yəni burada stop-zat heç nə qırılmayıb. Hamısı salamatdır, hamısı qaydasındadır. Belə dəyərli izləyicilər, inşallah bunları mən sizə etap-etap çəkib göstərəcəm ki, hansı qaydada və hansı proses gedir burada ətraflı olaraq. Buna şpaklovkadan sonra yenə sizə çəkib göstərəcəm dəyərli izləyicilər. Dəyərli izləyicilər, gördüyünüz kimi mən grunt işini, şpaklovka işi, yəni grunt işi tamamlanıb və belə deyək, mən bazanı vurmuşam. Burada bu hissəyə perixod atacağım. Çünki bu hissədə də əziklər ki var idi, zədələr ki var idi. Bunları hamısı işləmişəm və buranı kraskalayıb, perixodu yarıya qədər atıb və lakı da tamamlayacağım. Əlbəttə ki, burada xət gedir, xəttə qədər tamamlayacağım. Orada isə nömrənin altına düşəcək hər iki tərəfdə. Lakı hər iki tərəfi nömrənin altına salacağım. Burada isə bazadan indi bir qat istifadə eləmişəm. İkinci qatı vurandan sonra və sonra da aynı şey lakı, ondan sonra ətraflı olaraq mən sizə bunu axırda çəkib göstərəcəm. Əlbəttə ki, kantı da hazırlamışam. Kantı da kraskalayıram. Birinci qat vurmuşam, quruyub və ikinci qatı perixod atıb lakını axıra qədər vuracam. Dəyərli izləyicilər, belə. Dəyərli izləyicilərim, gördüyünüz kimi mən maşını kraskalamışam da və yığmışam da, bayıra çıxartmışam. Bunu ətraflı olaraq mən sizə göstərmək istəyirəm. Deməli, hara qədər kraska və hara qədər belə deyək lak oldu. Deməli, kraska dəyərli izləyicilər bu hissəyə qədər kraska və lak isə bu hissəyə qədər olub, tam axıra qədər xətlə boya axıra qədər gedib. Bu hissələrdə də qüsurlar ki var idi. Mən onları düzəltmişəm. Bunu kraskalamadım. Bu qara plasması, çünki qara plasması polirovka eləyib, yəni əmələ gətirdim və burada da dəyərli izləyicilər, gördüyünüz kimi bu saatını mən siləcəm. Burada da dəyərli izləyicilər, yəni belə bir şəkildədir. Çox səliqəli şəkildə çıxıb, inşallah dəyərli izləyicilər. Bu hissəyə qədər lak, baza və bu hissəyə qədər lakı gətirmişəm. Mən bunu polirovka etmişəm. Bir gün keçib mən bunu polirovka etmişəm. Ona görə bunu sizə çəkib göstərmək istədim. Yəni heç bir qüsur, heç bir qırış, batıq, heç nə qalmayıb dəyərli izləyicilər. Burada da həmçinin yarıya qədər gətirmişəm. Lakı, kraska bu hissəyə qədərdir və lak isə yarıya qədər gəlib. Belə dəyərli izləyicilər, təşəkkür edirəm məni izlədiyinizə görə. Like qoymağı qətiyyən unutmayın, abunə olmağı qətiyyən unutmayın dəyərli izləyicilər.